Qarşıma çox maraqlı bir test çıxıbdı. Onu sizinlə birlikdə izah eləmək istəyirəm. Aşağıdakı hansı şəkilçilər sözün leksik mənasını dəyişəcəyini əminliklə demək olar. In şəkilçisi bilirsiniz ki, həm qrammatik şəkilçidir, həm də leksik şəkilçidir. Leksik şəkilçi olanda feildən feil düzəldir. Qrammatik şəkilçidə olanda həm şəxs sonluğudur, yəli yanlış şəkilçisidir, mənsubiyyətin şəkilçisidir. Ona görə də ın şəkilçisi artırılan sözləri əminliklə deyə bilmərik ki, sözün leksik mənası dəyişibdir. Dar şəkilçisi həm zərf düzəldən şəkilçidir. Onda leksik şəkilçisi olur, həm də yerli yal şəkilçisidir, qrammatik şəkilçisi olur. Burada da əminliklə söyləmək mümkün deyil. İm şəkilçisi feillərdən ad düzəldir. Bir də ki, yəli yal da ola bilir. Birinci şəxsin təki və cəmində in deyil, im kimi işlənir, yəli yal. Mənsubiyyət ola bilir, şəxs sonluğu ola bilir. Ona görə də imi də həm leksik, həm də qrammatik götürə bilirik. Burada dan şəkilçisi maraqlıdır. Dan şəkilçisi bilirsiniz ki, həm çıxışlı qalın şəkilçisidir, həm də ki, zərf düzəldən şəkilçidir. Əgər üstündə variant olarsa. Üstündə variant olarsa danı da götürməyəcək. Amma burada üstündə variant yoxdur. Üstündə variantın olması o deməkdir ki, dan şəkilçisi burada bir variantlı şəkilçidir. Bir variantlı olanda da çaydan sözünü, güldan sözünü düzəldir və qeyri-məhsuldar şəkilçidir. Üstündə variant olmadığına görə biz danı götürəcəyik. Çünki dan qoşulan sözləri əminliklə deyə bilərik ki, həmin şəkilçi sözün leksik mənasını dəyişibdir. Bir götürürük 4-ü, bir də 5-ə baxaq. 5-də dır bilirsiniz ki, xəbərli şəkilçidir. Üçüncü şəxsin təki, bir də ki, feildən feil düzəldən şəkilçidir. Onda da leksik götürə bilirik. Bunu da əminliklə deyə bilməyəcəyik. Tır şəkilçisini də əminliklə deyə bilərik. Çünki tır şəkilçisi də yalnız feildən feil düzəldən şəkilçidir. Yəni, yalnız sözün leksik mənasını dəyişəcək. Cavabımız 4-6 D variantıdır.